Salam, hər vaxtınız xeyir olsun. Prime TV-nin əziz izləyiciləri, sizi Qırmızı Masadan salamlayırıq. Bugün mart ayının 31-i, 2026-cı ildir. Studiyada mən Aygün Muradxanlı, Güney Azərbaycan Demokratik Türk Birliyinin başqanı hörmətli Əjdər Tağzadə ilə bir yerdəyik. Hörmətli qonağımızla az sonra bütün Azərbaycan məsələsini danışacağıq, əziz dostlar. İranda baş verənlər haqqında onun fikirlərini sizə çatdıracağıq. Sizdən xahişimiz odur ki, proqramı bəyənin, paylaşın, auditoriyamızın geniş olmasına siz də dəstək verin və abunə olmayanlar abunə olsunlar. Əziz seyircilər, bugün bizim tariximizin ən acı səhifələrindən biridir, ən acı günlərindən biridir, soyqırım günüdür və Bolşevik Daşnaq birləşmələrinin 1918-ci ildə düz 108 il bundan öncə Azərbaycanın bütövündə, yəni quzey hissəsində, bugünkü Azərbaycan Respublikası ərazisinin demək olar bütün bölgələrində törətdikləri soyqırımlar bizim qan yaddaşımıza həkk olunub və o gün bugündür Azərbaycan xalqı, bizim millətimiz, milli düşünərlərimiz bu günün, bu dönəmin tariximizdəki rolu ilə bağlı dəfələrlə danışıblar. Yazılar, məqalələr, kitablar yazılıb, regionda yaratdığı geopolitik vəziyyət haqqında kifayət qədər geniş araşdırmalar aparılıb və ortaya gələn ortaq fikir bundan ibarətdir ki, hər hansı bir millət əgər öz tarixi yaddaşını unudursa, o mütləq o faciələri təkrarlayır və Bolşevik işğalı dönəmində bizim yaşadıqlarımız həmin o söyləntiləri həqiqətən təsdiq edir. Mən bütün şəhidlərimizi, bütün qurbanlarımızı rəhmətlə anıram. Allah onların hər birinə rəhmət eləsin. Günahsız qurbanlar hər bir millətin taleyində olur və o qurbanlar həm də sonradan bizim İstiqlal Savaşı üçün bir istinad nöqtəmiz oldu. Bilirsiniz ki, əziz seyircilər, həmin hadisələrdən qısa müddət sonra Azərbaycan öz müstəqilliyini elan etdi, öz milli qüvvələri sayəsində dünyaya bir cümhuriyyət olduğunu bəyan etdi və o gün bugündür biz cümhuriyyət savaşı aparmaqdayıq. Mən çox arzu edirəm ki, günün birində güneyli bir bizim kimi jurnalist, televizyonçu həmkarımız da desin ki, zaman vardı biz müstəqillik savaşı aparırdıq və şükürlər olsun ki, bugün biz nəhayət müstəqil, azad bir Azərbaycanda yaşayırıq. Mən bugün ən çox bunu arzu edirəm, çünki həqiqətən ürəyimiz, gözümüz Arazın o tayındadır, nələr baş verir, İran içərisində nələr yaşanır, biz də həyəcanla izləyirik. İnşallah ki, proseslər millətimizin xeyrinə gedər. Hələlik isə göydən bombalar yağırır, dünya hələ danışıqlar masasına yaxın kimi görünmür. Perspektivlər nə olacaq, Körfəzdə geniş miqyasda nələr baş verəcək, İranın taleyi ilə bağlı qlobal güclərlə yerli faktor necə savaşacaq, bunlar hamısı bizim əslində cavab tapmalı olduğumuz suallardır. Hörmətli Əjdər bəylə bu haqda danışacağıq. Bir daha yeni qoşulan dostları salamlayıram və xahiş edirəm ki, proqramı bəyənin, paylaşın, auditoriyamız daha da geniş olsun və mövzu ilə bağlı fikirləriniz varsa onları da yazın və bir xahişimi də eləyirəm. Əziz dostlar, İranla bağlı müzakirələrdə bizə tez-tez dil uzadanlar olur. Mən onları sizə həvalə eləyirəm. Lütfən bizim maraqlarımızı ən azı sosial şəbəkələrdə bizim kimi milli fikir daşıyıcıları olan seyircilərimiz də qorusun ki, onlar Azərbaycanda milli gücün nə olduğunu dərk eləsinlər. Başqan, xoş gəlmişsiniz, axşamınız xeyir olsun. Hoş bulduk hanım, teşekkür ederim. Başqan, biz sizinlə dəfələrlə proseslər başlayanda, yəni son bir ayda İranda baş verənlərlə bağlı müzakirələr aparmışıq. Gəlinən nəticə nədir sizcə? 4 həftəlik Amerika-İsrail öncədən anons edilən həmin o müharibə proqramı bitdimi? Çünki dünən biz canlı yayında izlədik Türkiyə telekanallarından. İranın atdığı həmin o raketlərin altında birdən-birə hava limanı açıldı. Tel Aviv hava limanı, Tel Aviv hava limanına çox nəhəng bir təyyarə gəldiyini gördük və dedilər ki, bu Amerikadan bir heyət ola bilər, Defense ola bilər. Netanyahu ilə danışıqlar aparıb ondan sonra birlikdə bir müzakirə masası qurula bilər. Region dövlətlərindən Misir, Türkiyənin, Pakistanın iştirakı ilə İran danışıqlara cəlb oluna bilər və regionda bir çözüm axtarışı başlaya bilər. Bu versiyanı necə qiymətləndirirsiniz və ümumilikdə gəlinən prosesdə nəticələri necə qiymətləndirirsiniz? Teşekkür ederim hanım.
Mən də öz növbəmdə bilirsiniz ki, bu Azərbaycanda soyqırım bütün Azərbaycanda baş verir və Azərbaycanın güneyində də eyni şey olub və orada 150 mindən artıq Azərbaycan türkünü öldürüblər. Orada hamının əli var idi. Yəni Rusdan qalan silahlar, Fransanın konsulluqları, Batı demək ki, ölkələrin konsulluqları, Urumiyədə bunlar demək ki, ermənilərin, Asurluların demək ki, yanında durmuşdular və orada danışırdılar, nahar çağı, axşam çağı günü o əndən başladılar türkləri, Azərbaycanlıları qırmağa və orada bir tərəfdən o Marşimon, ay kimlər tanınmış bunların adamları və bir tərəfdən də Şakak kürdləri Təbrizəcək və Urumiyədə bunlar dəhşətli soyqırım ediblər və Azərbaycanda demək olar ki, qan selli azad ediblər, yola salıblar və əgər demək Türk ordusu gəlməsəydi Xoyacaq, o qulağı kəsik Andriyanik gəlirlər Xoyacaq ki, yəni orada açıqcasına bunlar istəyirlər ki, demək ki, bir erməni dövləti yarasınlar. İngilislər də elə orada idilər, Bakıdan qayıdırdılar, görürdülər. Burada nə hadisə baş verir? Heç kəs də Azərbaycanlıların köməyinə, türklərin köməyinə gəlmədi. Yəni Cəlolar oradandır, Kürdlər bir yandandır, ondan ermənilər, ondan Asurlular və Ruslar da oradan, həm oradan o qırıntılar ki qalmışdı, Rusların silahı filan. Düzdür, Azərbaycanlılarda bəzi şəxsiyyətlər orada döyüşdülər, amma güc və silah və hər şey onlarda idi və orada olan da demək ki, xarici qüvvələrdə, özəlliklə Fransada onlardan demək ki, yana idilər və Bakıdan qayıdan İngilis ordusu da bir türlü özü uzadırdı işini və çalışırdı ki, orada da bir qondarma bir dövlət yaratsınlar, bu qrupların tərkibində belə bir şey olsun. Yəni Azərbaycanda o zaman Türk ordusunun həm Qafqazlara gəlməsi, həm Azərbaycanın güneyinə gəlməsi, istər Nuri Paşa, Ənvər Paşa, Xəlil Paşa və bizim demək ki, elə bil ki, bizim demək ki, qanımızda, deyəndə qan qardaşıyıq, çoxları görürsən tez yorulurlar. Yəni bu bizim qanımızda və millətimizin, mən Türk millətindən deyirəm, Türk milləti o zamanı gələndə, lazım olanda və demək ki, millətin var olan dövləti o qərarı verəndə, öhdəlici boynuna götürəndə, ödəvini yerinə yetirəndə bu millət bilir nə qayırır. Ona görə də bu günləri bizim demək ki, qara günlərdəndir və Azərbaycanın bugünkü günümü, yəni düzdür, bir tərəfimiz gülür, bir tərəfimizdə siz də söylədiniz. Hər tərəfdən demək ki, bilinmir dostu kimdir, düşman kimdir, kim neyləyir, kimi vururlar, kimin davasıdır və ortada niyə Azərbaycanı, niyə Azərbaycanlıları və demək ki, burada və çözüm nədir, bizə aydındır hər bir şey və bunların da dərdi nədir? Yəni ki, demək ki, təkcə hər şeydən danışırsınız, elə bil ki, bunlar 1946-cı ildən belə danışıblar ki, və bir qərara gəliblər ki, bunların demək ki, o zaman Moskvada da görüşləri olubdur, böyük dövlətlərin və filan və sonrasında da belə razılığa gəliblər. Bu mənim təkcə demək şuurumda olan deyil, yəni bir zamanlar Ruslarla fərq etməz çar dönəmi olsun, sonra bolşeviklər gəlsin və demək ki, aşağıdan nə olsun, ay fasler dalsın, həm o da xəttin olsun filan, amma görürsən ki, yox, belə deyil. Məsələ budur ki, Türk dünyasını deyəndə və bu günləri bizim, baxın, Sibirlərdə, bizim Rusiyada, Türklərimizin başına nə gətiriblər? Bəzi vaxtda bir deyirlər, nə oldu, Türk dünyası yaradırsınız, Türk Dövlətlər Birliyi, ay belə, onlar heç özləri unudublar, deyirsən, gör başına nə gəlibdir. Xəstə olanda, day bunun qızdırması, canında bunu da itirir hər şeyin özünü. Onda demək ki, bu bilmir başına nə, belə demək ki, qızdırma gəlir, ondan sonra canın sistem dəyir bir-birinə. Ona görə də razılığa gəlmişlər, Rus sən o tərəfi götür, daha fərq etməz bolşevik, sən ondan sonra ailəm çarist, sən nəsən, biz də bir yanı götürək və bir də təhlükəli nöqtə var. O da Çanaqqala var və Türkiyə Cumhuriyyəti dövlətinin yaranması. Çoxlarına bu günləri belə şaka gəlir, o hara, bu hara filan, elə deyil. Və yaxud da siz də söylədiniz, tarixi şuurun haradadır, nədir, oradan deyil, oradan bura nə? Deyirsən, oradan bura nə ki, hamısı bilirdilər, yox, sonra gör nə olur. Moskvada bunlar danışanda deyirlər, burada demək ki, bütün Azərbaycanın güneyi bağımsızlığını əldə etsə, hətta orada belə olur ki, Moskva danışığında bu İngilislər, hələ onda Hindistan əllərində idi. Deyək, olmasa bunlara, bu güneylilərə bir zat rəhbər, xod muxtarlıq. Ruslar da yox, olmaz. Ruslar da olmaz. Yəni oradan bir Türk Cumhuriyyəti yaranar, Türk dövləti yaranar, bir Türk təşəbbüsü birləşəcəklər və sonradan da Türkiyə ilə də münasibətləri və sonra da indi də.
Bu indiki zamanda bizim demək ki, ətrafımızda nə cür fırlanırlar və bir şey də var da siz baxın. İndi görüşlər gedir, ondan sonra Vaşinqtonda, ondan Brüsseldə, ondan sonra Pakistanda, ondan çeşidli. Nəyə görə ki, indi ay bunu adı nədir, Netanyahu da desin, Trump da desin. Trump deyir ki, mənə daxili yoxdur. Mənim nəm oradayım, millətlərdir, insan haqlarıdır, demokrasiyadır, azadlıqdır, bu məni bağlamaz. Mən gəlmişəm körfəzi istəyəm, açıqdır, bilənlər deyir, körfəzi istəyəm, petrolu istəyirəm və bu günləri özümdə də var, 14 milyon 500 minə yaxın bu barel, demək ki, Amerikanın özünün, Yeni Zelandiyada, Venezuela'da götürüb dünyanın ən böyük yataqlarındandır, orada qaldı, da getdi, qutardı. Əlindədir və sonradan da bilir, bir anda körfəzdir. Deyirsən, nə oldu? Birdən-birə bu Amerika təhcə bu hər bir 30 ildə, hər bir 20 ildə öz silah ambarlarını, ondan silahlarını yenilətməlidir, ordusuna demək ki, canlandırmaqdır, ay qalıb çeyməsinlər filan filan, bəzi hesabları Amerikanın içində, bəzi qanatlar, bəzi qanatlardan deyəsən hesabla çəkirlər bir-birindən, deyəsən, yox. Məsələ buradadır ki, bunlar bir dənə proje əsasında gedirlər və bu günlərdə demək ki, körfəzdə açıq da deyir ki, mən demək ki, İran adlanan yerdə o deyir ki, yaxşı, mən Xarki vurdum. Xarki vurdum, ancaq boruları vurmadım. Ona görə, bax, sizə görə vurmuram, mən rəhm eləyən vurmuram. Dayan görəcək. Və danışıqlara baxanda, Geçsin baxın ama o Xarici İşlər Savaş Nazirinin söhbətinə baxın. Deyəndə deyir ki, biz hər şey demirik. Yəni gizəllətməliyik. Gizəllət deyirlər. Çox adam deyir ki, ay bu Trump dəlidir, nədir, belə danışacaq, belə elə deyil. Sən diqqətlə bax, gör ki, bu adam nə cür demək ki, bir şeyi gizlədir, nələri gizlədir, onu axtar. Ona görə məsələn, Mar-a-Lagoya gedəndə bir şey deyir, Floridadan qalxanda bir şey deyir, gəlir yolda bir şey deyir, ona deyirsən, yox, bu çalışır bir şeyləri gizləsin. Hər şeydə demək ki, onlar qərarı aldığı axarında gedir. Ki, orada demək ki, orada gəmilər yerindədir, yeni gəmilər gəlir, uçaqlar gəlir, ondan sonra ordu, özü ordunun o 82-ci, ondan sonra ən demək ki, deltanın ən güclü dəstələri gəlmədi, hara gəlir. Bunun xərci, mən o keçən həftə hansı burada, hansı telefonadan dedim, yəni pulun da hesab edib, o Trump demək ki, hesab kitab edə mənə daxil yoxdur. Burada bir xərcizdir, bir dəfə Səddam girmişdi Kuveytə, sonrasından ağılsızlığından da gizəllənir, yəni diktatora, despotlar da bir zaman gəlir ki, qafa da işləmir. Düşünüm, sən nə qayırırsan, sən də indi belə gücün filan bilirsən, girdi Kuveytə, işlənirsən. Və indi Amerika ona yaşıl çıraq göstərmişdir, o xanım nazir görsə, demiş, getdi, yüzün bilərsən, biz bilmirik. O da getdi, girdi. Amerika dedi ki, yaxşı, indi gedir, bura, mən bunu buradan çıxardacağım, Avropa ölkələri gəlin. Gətirdi Avropa ölkələrini oraya, sonra dedi, yaxşı, faktora belə oldu. Dedilər, yaxşı, faktora belə oldu. Bu, İraqın nefti var, Kuveytin nefti filanı. Kuveytdən ad getmədi, ta indi yaşmış, Kuveytdən ad yox idi. Dedi, Amerika dedi, bilirsən, dedi, yox, bu dedi, sizin xərciniz belədir. Avropalılar dedi, axı biz buradan bir şey qazanmadı. Gəldi də, iştirak elədi, və niyə dedi, o pulu verəz. Avropalılar o da elə tutulur, gedir, Trump deyir ki, bura baxın, körfəzdə gəlmədiniz, siz xərci də verəcəksiniz, bu günləri Ağ evin sözçüsü o xanım deyil. O xanım deyir ki, deyirlər, xərc pullardan alınacaq, deyir, ərəb ölkələrindən alınacaq. Deyirlər ki, Trump deyir ki, gəlin də oradan, ondan sonra bir də görürsən ki, Məhəmməd ibn Səlmanın ağzından atırlar ki, Trump vur buna, amanında qoyma deyib, sən demişdin, vur. Mən də vurmuşam, indi faktoranı ödəyəcəksiniz, özdə trilyonla ödəyəcəksiniz. İndi mənim sözüm bunda yox. Məsələ budur ki, yaxşı, İran adlanan yeri vururlar, ondan sonra hər yanı vururlar. Ay İran çıxır, demək ki, füzə atdı, getdi Tel Avivə döyüşdü. Söhbətdir, Tehranı bu günləri 3-cü dəfə şumlayıblar. Ona görə adam, aynən Tehran qalib də çıxırlar, yazırlar, qalib gələcək, nə qalib gələcək? Zarafat eləyək, filinlə demək ki, Siçanın oyunudur bu, nə ilə qalib gələcək? Bu, Amerika sevgisi ya Tehran düşmanlığından bağlı deyir, bunlar. Elə deyir, İsrail o gücünə çıxıb zaddan, savaşdan filan gəlirlər. Gəlirlər də bunu da fıtdanağını çıxardacaqlar. Ona görə də hər şeydə nəzərə alıblar, ona görə şumreyirlər, deyirlər ki, indiyə kimi, misal üçün də deyir, mən 11 min dənə yeri vurmuşam, 11 min dənə. O da deyir ki, mən də 8500 dənə vurmuşam, dünən axşam sağı belə 90 ton tökmüşük filan, hamısını gəlirik, bax bu günləri harada edirlər, biləsi var da.
Biləsuvarı vurub dünən gecə. Oradan keçir, var orada bir yerlər var, tünellər var, onları vurur. Sözüm onda, özü hamısını bedava. Türkiyədə hatırlayıram. İndi məsələ budur, Türkiyə. Yəni bu keçən həftə aynən adı nədir? Əraqçı çıxdı, Azərbaycanla türk dilində konuşdu. Aynən Türkiyə ilə fidan getdi Pakistana da gəlin barışın filan. Yox, bunlar elə deyil. Məsələ budur, İran adlanan... Oturmaz mı? Deyirsiniz ki, Tehran yetkililəri danışığa gəlməyəcəklər. Yox, məsələ budur ki, bu günləri İran adlanan yerdə dövlət yoxdur. Və bunlar da, burada bir məsələ var da, bura. Yəni, hər şey bir tərəfə qoyaq, bu terror dövlətidir. Dünya bunu qəbul edib. Day bu Amerika filan nədir? Amerikanın da 1980-lərdən Sovet vardı, Sovetin qarşısında bir ideoloji dövlətlər, elə bu Talibanı da o cür çıxartdılar da, zəddilər Sovetə qarşı filan və İran adlanan yerdə və Türkiyədə nə oyun oynadılar, indi o dövr bitir, day Sovet yoxdur, Sovet Union yoxdur, nə eləmir? İdeoloji dövlətlər də day lazım deyil. Ona görə Xumeynini də necə əvvəllər vaxtı ilə 60-cı illərdən dəstəkləmişdilər. Şaha da dedilər ki, öldürə bilməzsən onu filan. İndi deyirlər ki, mallaların da o tarix məsrəfləri bitibdir, qutardı, keçibdir. Burada kim qalıb? Biri də qalıb silahlı adamlar, gənc adamlar, ondan sonra heç kəs, hər kəsə deyil filan. Amerikada qulaq bırdı atır. Deyir, mən Tehranda bir nəfərlə danışıram, özü yaxşı olandı. Deyirsən ki, yaxşı olandı, Rodriguez'dir, yəni Venezuela'da o xanım, dədə babası partizan olub, heç ki, vara istilər. Deyir ki, Rodriguez'dir, danışırsınız, necə aldınız orada, necə İraqda aldınız hamısını ordudan. Tehranda da belə eləyəcək, deyir ki, qulaq burada atır bu adam, kimi onların içində. Ardında da gəlir ki, Pezeşkan gedib deyir ki, ya gəlin danışaq, atəşkəs olsun, ya bir ay içində, 3 həftə içində qıda olmayacaq, dayışılacaq. Sonra da Pezeşkandan nə deyirsiniz, İsrail kanalı çıxardır ki, dinləmişik söhbətini, deyir ki, məni bu işə qatmırlar, mən burada nəçiyəm, mən istifaya da qoymurlar, filan da qoymurlar. Yəni, Amerika da orada bir şeylər atır ki, bunları bir-birinin canına da daraşdırsın. İsrailə də o ayından deyir, qınla. 250... Çat var hakimiyyətdə, yəni çat var hakimiyyətdə. Var, çünki hamısı qorxudadır və bir yandan da nədir ki? İsrailə də o yandan deyib ki, sən də dənlə. İsrail dənlə hər şeydə bilməsə, dənləmədə ustadır. Bax, kim qalıb indi məsələn? Qalır, misal üçün orada qalır, vilayəti qalır, Yəhya Rəhim Səfəvi qalır, keçmiş İnqilab Qvardiyasının keçirən başı Cəfəri qalır, ondan Tayyib qalır. Orada ən azı, hələ bir ən azı 200-ə yaxın bunların demək ki, bir-birinə savaşda olublar bir yerdə, İraqda olublar bir yerdə, illər boyu bir yerdə işlədir. Özləri oliqarxdır bunlar. Elə demək ki, necə məsələn İsrail kəşfiyyatı olan yerini müəyyənlərini... İndi qalıb da hansı nə vaxt öldürər? Bir də təhsə bu deyir. Yəni, misal üçün burada nədir? Amerika deyir ki, bu 16 dənə, 15 dənə deyək də, 15 dənə İsrailin özünün də təşkilləri vardır. 15 dənə də nədir? Deyir ki, bir nüvə o qidalandırdığınızdır, 480 kilo bidir, 2000 kilo da bidir. Onları verməlisiniz və vermə sözdə indi gətirirəm ordunun da Amerika ordusunun bölmələrini yerləşdirəcəyəm orada Nətənzdə, İsfahan'da, İsfahan'ı dünəndən bəri şumləyir. Belə ki, şumləyir ki, Nətənzi, Kaşandır, İsfahandır, oraları vurur və onları da çıxartmağa alıb bilsin də. Alıb bilsin də ki, orada var, qalıb orada bir hissələr. Gətirir də ki, onu da çıxartmaq üçün yeni texnika istəyir və bunu qorumaq da istəyir. Öndə götürəcəyəm bunu. Ondan sonra Tehran rejimində hər zaman deyirlər ki, yaxşı, bu təkcə texnika deyil ki, beynimizdədir bu. O da gedir nə qayırır? Fumənin meşələndə, bu Xəzərin o başında. Keçən dəfə deyilədilər. Getdilər meşənin içində kətdə, bir dənə kətdə vurdular. Bu kətləri niyə vurdu? Orada bir nəfər var idi. Ya bu dəfə önləri getdilər, Fuməndə vurdular. Orada da bir dənə bunların zatlarından vardı. Ya Təbrizdə getdilər, birini vurdular. Dənləyir. Həm o kəllələri dənləyir. Necə ki, əvvəldən deyilib. İsrail öncədən, 3 il bundan qabaq, 4 il bundan qabaq. Bir yandan deyir ki, nə deyirsən, o tünelləri vurur. Amerika ilə tünelləri vurur. Amerika dünəndən bəri o bombaların anası. Toreborada onu zad eləmişdi, prov eləmişdi o zaman. Dedilər, bu nədir? Bin Laden də oradan qoydu, qaçdı. Ya da özünə xəbər dedilər ki, qaç bu da. Toreboraya atanda, silkələndi Əfqanistanda. Bu nədir? Amerika dedi ki, o bombaların anasıdır. İndi həmin bombaların anasını gətirib dünəndən bəri vurublar neyini? Tünellərin. Yəni çıxdılar, dedilər ki, yaxşı. Burada əvvəl dedilər 30 dənə. Rejim də o qədər maymaqdılar ki, bunlar demək ki, o çevrəçiləri, Ağa İmami, Türk idi, Kanada vətəndaşı idi, Şivət Dubel vətəndaşı. Gəldi o Benaba, bir dənə 4-5 dənə o xanımlarla, bunlar çevrəçi idilər. Gedirdilər İran adlanan yeri Azərbaycanda, gəzirdilər çölləri ki, otdur, heyvanlardır. Sonra bunları itilat tutdu, itilat yox.
İnqilab Qvardiyası, keşikçilər tutdular, onların itilatı. İnqilab Qvardiyası, dövlətin işi yox. Bunları işgəncələrlə bir gecədə o imamını öldürdülər Beyləqanı. Çox alim adamıdır, türküdür, ondan filan. Sonra da o xanımları zorladılar, sonrasında o adamların başına işgəncələr. İttilat, dövlətin ittilatı dedi ki, onlar casus deyil. Sıpah dedi, İnqilab Qvardiyası, xeyr, casusdular. Və bunları o qədər işgəncə elədilər, ondan sonra bu təzəridə bunların dənəbirini buraxdı. O xanımlar çıxdılar, dedilər, başımıza nələr gəlib. Niyə? Nə idi? Onlar bilmişdilər ki, haraları bunlar yerlərin altını qazırlar, ondan suların axarlarını dəyişirlər, ondan sonra haralardan əkirlər. Sonralar bunlar çıxdılar, özləri göstərdilər, bəli, biz şəhərlər yaratmışıq yer altında. Və bu yaxın illərdə də dedilər, bir dənə şəhəri 12 günlük savaşdan sonra dedilər ki, şəhərin açılışını da elam elədi, göstərdilər. Məsələn, Xorramabadda Şah dağının altında, ya Yəzdə o qranit dağların altında və yaxud Qrucendə, ondan sonra çeşitli yerlərdə və gətirib şəhərlərin içində. Mən demişəm, Hans Tribonda, bir dəfə, bu 12 günlük savaşdan öncə idi, lafdan Tehranda, bazarda hay düşdü ki, hələ o bazar qarışmadan. Ay şəhərin altı, belə bazarda mağazaların altını qazıblar. Orada biri də deyir ki, aha, bu mağaza yiyələri tacirlərdir, bu dükkanların altını qazıblar ki, onun altından da tiysinlər, yəni daşsınlar, alış-veriş eləsinlər. Sonra onlar deyir ki, valla bizim xəbərimiz yox. Sonra getdilər icra başçısına, demək ki, merə. Merdə də bizim də xəbərimiz yox. Və bunları kim qazıb şəhərin altını? Bu Xameneyinin evin vuranda gördülər paslorun altından Tehranın altında qazıblar və indi bəlli olub ki, məsələn, misal deyək, deyilər Təbrizi niyə gəlib ortasını vırıbsınız, dünəndən vırırlar, Təbrizin orada. Və şəhərin altını qazıblar, bunların Allah evini yıxsın. Ya misal üçün bu günləri bunlar demək ki, mescidlərdə, ondan sonra məktəblərdə, ondan sonra xəstəxanalarda yerləşdiriblər bütün demək ki, bu silahları daşıyırlar bütün bir yerlərə. Sonra deyilər ki, yəni adamlar qırıldı, adamları vurdu. O vuracaq. Yəni Amerika, İsrail gəldi, dedilər ki, oradadır, o ordu bölmələri baxmır ona. İnformasiya gəldi o kompüterdə, filan yer. O da baxmır, orada Amerikalı da olsa ona baxmayacaq, vuracaqlar. Körfəz ölkələrində də ona görə Körfəzi də zirəli elədik. Zaten xeyrinə qutardı. Əjdər bəy, baxın, bu ərəb dünyası ilə İranın münasibətləri hansı məcraya gəlir? İndi oxuyuram ki, Qasım Süleymanın qızı müraciət edib ərəblərə ki, bir mövqe qoyun ortaya falan. Biraz, yəni, belə əfsanələr gəzir bunların öz başlarındadır deyəsən. Yəni, reallıq hissini itirmiş insanların hər halda davranışlarıdır bunlar. Körfəz ölkələri Amerikasız hərəkət edə bilmirlər, bu ortalıqdadır. Amma Amerikanın da indi Körfəz ölkələrini sizin də bir vurğuladığınız kimi münasibəti necədir? Yəni, belə əlinin altında olan adamlara kimi hətta təhqiramiz ifadələr işlədir. Amma bütün hallarda bir ərəb ağırlığı var o bölgədə. Düzdür, hər nə qədər xətkeşlə bölüblər, hərəsinə bir qəbilənin rəhbər qoyublarsa. Amma yenə də istər-istəməz burada yeni bir situasiya yaranır kimi görünür. Çünki regionda faktiki olaraq bu xalqlar, daha doğrusu ərəb xalqı, bu dövlətlər çox ciddi zərbələr alırlar bu prosesdən və müdafiə faktiki olaraq mümkünsüzdür. Bu məqamda İranla hansısa danışıqlar gedəcəyi, İslam dünyasının özünün bir çözüm axtaracağı haqqında informasiyalar var. Mümkündürmü bu zamana qədər Rafizi adlandırdıqları şiə klerikal rejimlə həmin o sünni dünyası, bir hissəsində qatı vəhabilər, onların bir araya gəlməsi mümkündür? Məsələ buradadır ki, demək olar ki, siz eşitdiniz, hətta xəbərlərdə də gördünüz ki, son həftələrdə və son illər və son aylarda, yəni Səudi Ərəbistanda o projelər ki başlandı, nə deyirsiniz, turistlər cəzb olsun, ondan böyük projelər 30-cu ilə kimi belə açıq gəlsin, Jennifer Lopezdən tutmuş, hansı gəlin lüt oynayın və yaxud içkilər filan, gəlin azaddır, için, milyardılarla filan və son xəbər nə idi ki, sonunda belə oldu ki, bunlar vahabicilikdən imtina edirlər. Yəni Haşimlər ki, Yordaniyada, bunlar da vahabicilikdən. Və Səudi Ərəbistanında deyirlər ki, biz bunlardan özümüzü təmizlərik və demək olar ki, Mısırda Sisinin gəlməsi ilə, o beçara adamı ki, öldürdülər bir ildə qalanından, Mursinin, yəni burada bir şey vardı ki, nə qədər də zor versələr, buna da qurban getdi bu beçara Filistinlilər, yəni ümmətçilik ilə bu millətçilik məsələsində, bu formada, o hansı millətçilik deyilər, burada ümmətçilikin, Ərəbistan deyil, mənim bundan işim yox, neynədilər Qəzzədə? Ərəb ölkəsinin hansı dayandı və yaxud indiyə kimi danışırsınız, dünən açın baxın, orada sizdə var.
Görün neçə min dənə demək ki, Əmarata, Ərəb Birlicinə, ondan Kuveytə, Bəhreynə, Səudi Ərəbistana. Elə bil ki, özləri də elə gəl, vur. Deyirsən, burada nə olur? Bunlar yeni bir, özləri də yeni bir dövrə girmək istəyirlər. Yəni, hesab edin ki... Yəni, o Britaniyanın yaratdığı modeldən imtina edirlər. Ondan gedirlər. Və bu günləri zada baxında, sosial truşa baxın, zat nə deyir orada? Trump sonuncu zat çıxışında nə deyir? Deyir, bura bax, İstaymerə, İngiltərə gəlmədiniz. Və son günlərdə bu muştabanın ələm eləməsi məsələsindən filan və İngiltərənin BBC başda olmaqla getmələri, çox belə, nə deyirsiniz, neytral hərəkət eləmələri Tehran rejiminin öz əllərinin pişirdi, özlərinin zadı. Və hər zaman da, hətta 1920-dən ta demək ki, hətta 40-lardan birinci savaş, ikinci savaş, İngiltərə ilə Amerikanın arasında çəkişmə olub. Hər zaman Amerika deyib da sənin dövrün bitdi, mən gəlmişəm mən. Və indi də məsələ budur ki, İngiltərə görür, burada hər şey də gedir. Ərəblərdən də bir səslə zıqqırda çıxmayacaq. Niyə? Niyə də ona görə ki, deyirlər ki, biz misal da Əmaratı götürək, demək ki, Əbu Dəbini götürək. Pul deyil, elə İran adlanayıb. Bilirsiniz, məsələn, dünən dediyi İranın demək ki, orada o nəyi varsa onu dondururam. Hələ 560 milyar dolardan gedir. 560 milyar nə qədər pul deyil. Tehran rejiminin pullarından, oradan, qara pulları oradan yurdu və yaxud Qətərdə. Və burada trilyonlardan söhbət gedir. Keçən dəfə bir zat gəldi, Trump gəldi, gedəndə nə qədər pul apardı? Amerikada getdi ki, mən pul gəldi. Və bu dəfə də, demək ki, yəni Qasım ayına kimi, payız ayına kimi ki, Kongres seçkiləri ki, başlanacaq Amerikada, çalxamlama var, o tərəfə gedir. Trump istəyir Amerikaya əli dolu qayda. Ondan sonra demək ki, nə dedi, bu günlər ki, nə deyir ki, sizə benzin lazımdır. Yəni, bunu qabaqda bizdə deyirdik, gəl məndən al, gəlin bizdən alın, Amerikadan alın. Və Amerikanın da bu günləri, demək, körfəzə dək, benzin, ondan sonra səlyarka, qazı gətirməyi çətin də deyir. Gəmilər əlində, filan hər şeydə, demək ki, qomaralayıbdır. Ona görə deyir, məndən al, mənim otoritəmi qəbul edir. O da o yeni düzən söhbəti var. Burada biz projelər, demək ki, o Qazza məsələsində çıxıb dedik, buranın hamısını otel eləyəcəyik və filan edir. Amma günümüzə baxın görün, siz baxın görün ki, bir dənə və ərəb dünyasında da yoxdur, hardadır Cəmal Əbdülnasır? Hardadır demək ki, Qəddafi, hardadır Hafız Əsəd, hardadır demək ki, çeşitli adamlar, hani yox keçdi o dönəm keçib. Və bu günləri bir çağdaş həyatda bunlar istəyirlər, hətta demək ki, Səudi Ərəbistan petroldan sonra da bu günü hətta Məkkəyə gələn bu turistlər ya adamlar ziyarətə gəlir, onun da üstündə də hesab eləmirlər. Səudi Ərəbistanda o projelərə baxanda səncə bunlar nə ayırırlar, nə işlər görürlər və pulların hara yatırım yapırlar. Ona görə də və Amerika ilə bunlar demək ki, böyük projelərə giriblər. Ona görə də bu günləri bunlar heç sırə Tehrana gəlsin, assın da bir dənə, güzə assın da bir dənə, neyini yazır? Və yaxud demək ki, Qətər taxılı belə adı nə deyək, Hamasda qalacaq, bitdi, Hamasın dövrü bitdi. Elə də deyir, kimsə də zor vurursun. Və bu tərəfdən də gəldi Türkiyə. Türkiyə sən nə desən də, axır ki, nə deyirsən ki, o İnəhli dağının başında, dünən də oradan vurdular, o keçən dəfə də İnəhli dağının başında, demək ki, 60-cı illərdən qalan o qurğu ki vardı, o vurur, NATO-nun da vurur və Cənab Erdoğan da çıxdı ki, biz NATO üzvüyük, NATO bizi dəstəkləyəcək. Məsələ burada Tehran rejimini siləcəklər. O da Tehran rejimindən tərəfindən deyirlər ki, bu Trump bizi alladır, bizi dilə tutur, ondan yavaş-yavaş içimizdə qazası yaradır. Sonra deyir ki, gəlin, 15 maddədə deyişi bilirsən nə var? Əlləri üz yuxarı, paltarı üzə saracaq aşağı, ondan qalanında budur. Qəbul edədi, qutardı, getdi. Ondan da onlar başlayacaq bir-birini didməyə və Amerikada və demək ki, İsraildə də. Yəni, bunların da projesi tutmadı. Kürd projesi başlamışdılar, yola salarlar, keçirdələr, oradan gətirələr. Hayküyə düşəndən sonra tutmadı. Aynən demək ki, Amerikanın özündə gördünüz ki, dünən İsrağa gün milyonlarca insan çıxıb deyirlər ki, biz şah istəmiyoruz. Siz şah istəmirsiniz. İndi siz şah istəmirsiniz. Siz şah istəmirsiniz, biz heç istəmirik, qoğalamışıq. Nə oldu bizə, ha? Nə oldu bizə, nə hesab edirsiniz?
Çıxartmışdınız, asıbınız gedənin zəncirin, orada saxlamışdınız, orada tapmışdınız, sonra yenə atdınız qabağa gəldiniz. Məsələ gördülər, olmur, bu da olmur. Yəni demək ki, o yandan da çıxmışlar 150 dənə ay kongresmen çıxıb ki, demək ki, ay 150 kongresmen onaylayıblar, xalq mücahidləri nə gördülər, bu da demokrat, Pompey'dən, John Bolton'dan, ona bu zatlar yanan zatlardan, ay demək ki, o keçmiş, nədir, New York'un meri, o adam. Hatta bunlar da milyonlar dolar xalq mücahiddən almışdılar ki, indi onlar da başlayıb mücahidlər başqa oyundan olmaz və yaxud İsraildən. Biri də demək ki, Knessetdə çıxdılar ki, Knessetdə çıxıb bizə də dedilər ki, 14-15 dənə orada demək parlamentar dedi ki, Azərbaycanın güneyində demək istiqlalını zad eləyən. Yoxdur, yəni yoxdular. Və indi sonda da dedilər, ay şah gəlsin, filan gəlsin, yığışdırır. Bir günləri Trump çıxıb deyir ki, o Kuroş deyəcək, Siros deyəcək, şir deyəcək, belə filan. O əzlafın biri, adam yerin biri, qantözərin biri idi. Sıxıblar, Kuroş radyolar. Yəni, məsələ budur ki, yavaş-yavaş getdikcə çox şeylər üstü yazılır. Sözümün canı nədir? Bu İran adlanan yeni hesab kitabı bağlanıbdır, şərridir. Bizim də dövlət, ən yaxşı siyasəti Azərbaycan yürüdür. İndi Azərbaycan kiçik ölkədir. Amma baxırlar görürlər ki, bir anda Azərbaycan gücə çevirirlər. Gücə şeylər niyə? Hərdən də indi Azərbaycanda dövlət başçısı və yaxud var olan deyirsən ki, burada bir oyun oynayır, bir şeydən qorxurlar. Bir şeydən qorxurlar, deyir, Kürdü gətirərəm ora, işin üstü asılacaq. Hələ millətlər sözün deməyib ki, axı İran adlanan yer, elə demək ki, füzələrdən, bombalardan, malladan, o nə bilim, demək ki, bir milyon nə deyirsən, milisiyadan, həsədən, deyir. 92 milyon burada adam var. Bunun çoxu da kimdir? Azərbaycan türküdür və başqa millətlərdən. Hələ sözün deyib yox. 60 milyon genel türkdür. Hələ demək ki, hələ qəbirlərin üstündə, məzarların üstündə və bir də bir şey vardır. Bu millətlər döyüşüblər, özəlliklə bu 47 il və 100 ildir bu millətlər döyüşüb. Pəhləvi sülaləsi ilə də və qanla, qadağa ilə gəlibdir. Qıra-qıra gəliblər. Xanım, deyəndə deyirlər, tarixdən başladı, tariximiz var, özümüz varıq. Tariximiz olub, dövlətimiz olub bu günləri. Savaşmışıq, erməni gəlmişdi bura, vururdu, Rusun köməyi ilə üzərində bir tarix qondardırdılar ki, erməni olub, kilisası burada olub, ay demək ki, mannaların kilisanı götürürdülər, burada bir daşımız var, gedib güneydən də uğurlayıb gətirirdilər filan. Və neynəyəcək? Biz də deyəcək, yox, biz də elə sığır deyə bir dəfə Süleyman'da mərd deyir, biz bura 1070'lər, elə deyil. Biz türkülü burada varıdıq. Sən deyirsən, bunun demək o qardın da dedi, qalanın dedi, burada. Ona görə də Azərbaycanın güneyində də, burada da, bu günləri. Bunlar nə qədər desələr də, Azərbaycanın güneyində də gəliblər bu milləti 100 ildir vırıblar. Milləti çox bağışlı, üzr istəyən. Dünənləri birisi söhbət eləydi. Deyir ki, ay biləysən nə var? O nə deyirsən, Rusiyada orada, bunlar da millətdən zatdan çıxır. Hə, millətdir. Millət yerindədir. Qalıb kim dəbərdir, kimlər, hansı ida, hansı fikir. Adam demək ki, adınızda adday sizin, 90'ların əvvəlində. 90'ların əvvəlində hələ cəmaat edir, Rus Federasiyası referandum oldu, deyiblər Azərbaycanda da. Amma sonra nə oldu? Azərbaycan gördü, yox, Azərbaycanda bu millət görə cumhuriyyət yaratmışdın və bu günlər vardı, bu belədir, belə və bu da Rus. Axırda da bir günə gəldi, çıxdı ki, nə qədər uzun çəksə də. Azərbaycanın dövlət başçısı açıq çıxdı ki, Rus bolşevik işğalçıları buranı işğal elədiniz. Deyirsən, can azəzəbanəma soxəmmi quyi denən də bunu. Qoy bilsinlər, Rus bolşevik və bu bolşeviklər o nazistlərdən də çox faşistdirlər. Çox faşistdirlər. Bayaq iki Quzey Qafqazlı danışır, biri Dağıstanda oturub, biri Çeçenistanda və müzakirə aparırlar sosial şəbəkədə. İkisi də bilinir ki, milli fəaldır, çox maraqlı şeylər danışır. Deyir ki, çox qəribədir. Netanyahu'ya hamı deyir ki, nə qədər müsəlman öldürmüsən. Bu, Rusiya, özəlliklə Putin, Grozno'da görün nə qədər insan öldürdü. Görün Azərbaycanda nə qədər insan öldürdü. Görün Türkistanda yaratdığı münaqişələrdə nə qədər insan öldürür. Bunların hamısı istisnasız müsəlman əhalidir. Hətta deyir Ukraynada savaş elan elədi. Birinci müsəlman əhalini apardı. Niyə əcəba dünya, özəlliklə Türkiyəyə bir sorğu kimi, yəni bir mesaj kimi ki, əcəba niyə Türkiyə Cumhuriyyətinin vətəndaşları, yəni devlətin diplomatiyanın maraqları, devlətin hədəfləri bu ortadadır. Amma Türk insanın, Türkiyə vətəndaşının bilincində niyə Putinin
müsəlman qatili obrazı yoxdur. Elə müsəlman qatil deyəndə Yəni yapışılan belə- Netanyahu yaxasında. belə niyə Bəs Putin, sənin bəs demək ki, Rusiyya- ay xanım üzr istəyirəm sən deyəndə, yəni o ümumiyyətlə deyirəm. Sənin bu gün akademikin, sənin bu gün də kitab oxuyanın beyin belə paraliz olub Azərbaycanda. Yəni Bəli. bütün Azərbaycanda sənin o düşünən İran bir aşiqləri repressiyadan çıxıb sonra gör nə olubdu? Deyirlər ki, dünənlər kimi deyir, bir yazılar gedirdi, 80 min nəfər bizdən repressiyadır. 80 min nəfər bilirsən nə? O demək ki, qınlarda əsas günün o qonşələrin qırıbı, sonrası nə gəlibdir? Paraliz olmuş Bəli. beyinlər, axtalaşdırmış beyinlər. Və bu günləri akademi yarı Azərbaycanda, akademi yarı Azərbaycanın dövlətə qarşı demək sevriliş hazırlanması yarı. Akademiyada deyirsən, bunlar orada nə ölürlər? Akademi bu işlərlə nə işlər? Ona görə danışıqlarına baxanda və bu günləri açın tribunlara baxın. Baxın da televizyonlara, rəsmisinə baxın, qeyri-rəsminə. Gör neçə dənə akademik adam gəlir oturur deyir ki, biz millət, biz türk milləti, biz güneyli, biz quzeyli, biz savaşın arasındayıq, nə olsun Amerikadır, o deyir, bu deyir, ay ümmətçidir, biz ümmətçi kimdir, millətçi kimdir, yox deyilən şeylər. Öylənsə dinlənəndə bayaq deyir ki, bilirsən nə var, Rusiya böyük dövlətdir, İran da böyük dövlətdir, deyirsən, deyən görə, sən harada durursan, sən haradasan? Bir mövqeyi belirləndir də, dövlətin haradadır, sən haradadır, dövlətə münasibətin nədir, nədir, yönləndir də, səsin çıxsın da bir. Mediada orada yoxdur, elə şey yoxdur. Amma görürsən, bir küçük şeylərlə, deyim, belə şeylərlə, aday filan kəs, o xanım da gərək o müğənni də o cümləni deməydi. Türk dilində bir dənə də kələmə belə gəlibdir. Nə axtarırsan, əli olanı və dünya. Yeni düzən yaranır. Biz hardayıq, biz türklər. Biz türklər hardayıq, belə imkanlarla. Baxın, Türk dövlətlər dedilər ki, Türk dilli dövlətlər. Zirvədə Naxçıvana neçə zat gəlmiş? 3 dənə, hə? Qəbərtliyün ondan sonra bizdən də elə çıxdı, təhlükəsiz naziri də çıxdı ki, qardaş, nə Türk dövlətləri, nə Türk dilli dövlət, biz Türk dövlətləri, ondan sonra getdi Rusiyanı surğaladı, oradakı müdafiə naziri də çıxdı ki, biz özümüz də elə Türkük, ondan Lavrov çıxdı ki, biz çoxunluq elə Türkdülər, Şoyqunun qızlar çıxdı belə evin içindən, evlərin içindən, sonrasından demək ki, deyirsən, bura bax, bu dəbərdi ki, dəbərəndə deyirsən, əlovlandı. Əlovlanda deyilsən ki, burada bu böyük türk milləti, yəni bu günləri, burada hamı milləti danışılır, bəyətən də siz də söylə, deyilsən, ərəblər orada, yazı bu ərəb. Ərəblərin bugün başına gələn oyun bizim başımıza dəfələrlə bu yuxarıda gətiriblər Rus. Ona görə də və Rusa da kim dəstək verir, bəllidir. Sözüm onda yox. Bu günləri yeni düzən yaranır. Biz hardayıq? Biz hardayıq da bu günləri sən mənim Türkiyəmə füzə fırlatdırırsan. Bunu da. Dolayısıyla İsrail də Allahdan istəyir, Amerika da Allahdan istəyir. Ondan sonra demək ki, Tehran rejimi də hamı deyirsən, deyən görə ki, bir-birinizi qırırsınız. Demək ki, Tehran rejimi 47 ildir, hətta Şah dönəmində də. Ay Yahudilər qırarıq, gəl görəcək, gəl filan. Qasım Süleymanı deyir ki, ey Trump'ı qumarbaz. Bu günləri bu Qalibov da deyir, ey qumarbaz Trump. Qumar deyir, oynayıb, otur da sən yalan. Belədir. Ona görə də deyirsən, bu günləri bunlar hərəsi bir oyun sarı başımızın üstə füzələr fırladırlar, silahları, nə qədər pul aparacaqlar. Və sonda 40 milyon orada, Türkiyə mənim cumhuriyyətim, Kuzey Kıbrıs gedib yoxdur. Baxın görün, dənizdə orada görün nəzirdir. Hamısı bir-birindən alışverişlərdilər. Və bizim demək ki, Suriyədə olan türklərimiz, ondan sonra bizim demək ki, kimdir bunun başının altına yastığı qoyur, hələ səs eləmir, onun hansı bir dənə jurnalist də, deyirsən, sənə nə olubdur bu haydi-huyda tapılıb gəlibsən, demək ki, edib İmam Cümə namazının qapısında durubsan, o da demək ki, İnqilabda qvardiyasından hansı demək ki, bədbaxt biz zavallıya da mikrofon dursan, o da deyir, burada hər şey yoxçudur, imamımızı da qoruyuruq, biz də imam yolunda ölərik, deyirsən, bədbaxt zavallıdan onu yayırsan Türkiyədə seyələndə, hə? Ki, nə olsun ki, Türkiyənin özündə çoxları bu işlərə nifrətdir. Türkiyədə da o Türklər deyil, o Türk deyil. Türkiyə bilir, millət ayılır. Millət bilir, millət 44 günlük savaşda Azərbaycanda. Millət o bərbərindən tutmuşdu, ondan sonra nə bilim, taksisindən hamısı baş alırdı, deyir, gedərəm. Ayrır millət, elə deyir və bunun da üstü asılacaq. Məsələn də misal deyək, mən istəmirəm o konuya keçəm. İsraildən bir xox yaratmaq gəlib Türkiyənin yanacaq. Amma hani sən Türkiyədə o tribunlarından çıxay, hara gələcəksən? Gələrsən, görəcəm, necə İsrail gələr? Necə Türkiyə gələr? Bu Türk dövləti deyə bu. Mələdi və vaxtında bunun babaları mələdi. Ne hara gələr? Şimdi çıxa deyək ki, mən gedəm Netanyahu mu?
Ona görə ki, kimi çıxacaq dedi, gedirik da bundan sonra da bizim Türkiyə ilə işimiz var. Demə dayı, bəzi şeylər də vardı ki, bəzi şeylər vardı ki, onun demək ki, altın da denən ki, üstün də deyil, elə deyil. Ona görə bu günləri, əsas o şeydən söhbət eləmirlər. Tehran, İran, üzr istəyirəm, İran adlanan yer daşdan, kəssəkdən, ya bir də kimsələrdən, nə deyir o cinayətkar, o məclisin sədri, adı Qalibafdan filan kəsdən ibarət deyil. Bundan da çox artıq bülbüllər var idi, o da nə deyirsən, adı hamısını bilinmədi, birinin kəlləsi getdi, biri nə oldu? Biri vardı, Azərbaycan necə yarım ərəb idi, elə yatıb dururdu Azərbaycanın demə Şəbxani, Azərbaycanın hədəli idi, kəlləsini də tapa bilmirlər. Kəlləsiz bastırdılar, yoxdur. Sözüm ondadır ki, Qalibaf yeri gəlmişkən niyə imtina eləyir danışıqlarda, bir-birindən qorxur. Bir-birindən qorxur. Hamısı bir-birindən, bir orada Sepahın içində, inqilab keşişçilərin içində bunlar da kim var? Persona olaraq biz Sepah deyirik. Bunun rəhbəri öldürülüb. Yox, elə deyil. Bunlar öldürülüb. Qərargahları vurulub. Baxın, məntəqələri hədəf altında. Nədir bunun gücü? Bunların özləri orada dəstədilər. Hər kəsin öz dəstəsi var, hər kəsin öz qrupu var. Xameneyi orada bir karadır. Xameneyi təzə bilirsən nədir? O tarazlayanıdır. Oradan saxlayıdır. Muştabanın ölüsünə bir qıçı qalsın ya iki qıçı qalsın, ciddi alan dəyər kimsə orada, bilirlər. Xameneyi başqa bir şeydir. Xameneyi hələ inqilabdan öncəki o dünya müsəlmanlar demək ki, zadı var deyə hərəkatı onun üzvü idi, onun içindəydi. Ona görə də tarazlaşdırırdı, bilirdi nə qayra, onun da hamısını bilirdi. Amma o rejissor o idi, dirijor da o idi, rejissor da o idi. Bu günləri bunlar hamısı qorxuya da düşüblər. Amerikada gəlib qapını kəsibdi. Bunlar da bilir ki, İsrail gəlir, demək ki, gəlir, vuracaq. Sistani niyə qaçışmadı heç? Qaçışmır, Sistani belə xalaqatrin qalmasın bir şey. Yəni, rəqib idilər ona görə, rəqib idilər. Axı, rəqib deyil, hələ Sistani, hələ Xameneyinin özünü, demək ki, o səviyyədə bilmirdi. Xameneyi özü, Rəfsəncani bunu gətirəndə durdu yadınızdadır. O məddici dedi, o İslam dünyasının başına kül ələnsin ki, məni ki, özü bilirdi kim idi. Çubuğu əlində olubdu, vaxtında filan eləyirdi, nələr var, nələr və elmi dərəcəsi də, o şəngul-məngulları ilə da. Ona görə o dəvəzdir. Xanda qalıb ki, Muştaba ki, deyərlər ki, inqilab qüvar keşikçiləri tez orada, heç bir iclas da olmadı. Onu hətta istədilər bir yerdə, qumda bir yığılalar, İsrail zaman vermədi. Oranı o dörd qatlı binanı yerindən yeksan elədi. Ona görə də olsa da nə eləyəcək? İndi bu Xameneyi gedib, mən yaxından görmüşəm Xameneyidə o inqilabdan qabaq. Gəlirdilər da, bunlar fabrikələrə, biz də zavodlara, Tehranda biz dilavər idi, natiq. Yəni danışıqda, sözdə zarafat deyirdi. O belə idi ki, həm İran adlanan yerdə şairlərlə, içənlərlə, çəkənlərlə, hamısı ilə bunlarla Məşəd bunların patoğu vardı. Hamısına oturub durmuş, hamısı bir-birini tanıyırdılar. O danışıq qabiliyyəti, hardan hara vursun, çıxırdı yadınızdadır ki, o inqilabın əvvəllərində Tehranda o cümə namazını aparanda bunun qarşısında duran deyildi, sözüm var. Danışıqlar da başqa idi. Bilirdi nə cür də caydırsın, nə cür cəzb etsin cəmaatı. Ona görə nə Muştaba, nə də hətta bu günləri Tehran rejim qalmayıb. Qalanların içində helənçi, dilli, dilavər yoxdur. Xumeynin özü də bilirdi. Yəni o dilə aldanar bu xalq? Bu qədər həngamədən sonra. Başqa hansı dil, hansı formada? Adam başqa cürdür. Misalda bu günləri amma nə helənçi... Yəni Əjdər bəy, baxın, bir də bir şey birləşdirək. Yəni bugün rejimin içərisindən xalqın dilini bilən, onu Amerika və İsrail birləşmiş gücünə qarşı səfərbər etmək niyyəti ortaya qoyan bir şəxs çıxa və başarılı ola bilər. Tutalım ki, burada bu rejimin 8 milyondan 9 milyon başı daşlaşmış, imam zaman gözləyən, ondan sonra mühümmatçı, hayırcı deyək ki, 8 milyondan 5 milyon, 9 milyon arasında. Bunlar da böyle bölüyor. Dəstədir. Hansı imam zaman gözləyib, görürsünüz adamlar, qulağı tüyürlər. Yəni İranda indi özləri deyirlər ki, yaxşı bu Allaha şərik qoşmaq deyil. Yaxşı, belədir da indi. İndi məsələdir, bu 8 milyon, 9 milyon bunların gəlirləri, bunların inancıları, bunların filan gətirirlər. Cuma namazlarına da baxın da, deyəsən bu adamın şöyle çıxanlara da baxın. Onda demək ki, 85 milyon bu günləri istəmir. Hələ də demək ki, amma həmin o hansı 85 milyondur? Bunun demək ki, bu Məhəmməd İzanın oğlunun ahmaqlığının ücbatından dedi, çıx ol meydana, öndəgədən o gəncəlik, oyna gedirdilər, gördünüz onları. Oyna, sındıra gedirdilər. Hələ 100 bini zindanda, 40 bini öldürülüb, hələ 40'ları keçir təzə filandır. Ona hoğu bu millətlər, hoğublar. Hər 2 ildən bir də çıxıblar insanlar.
Bunlar demək ki, o dinlə, dinsiliklə, teokrasi ilə, o demək ki, kaoslu bir rejimlə da din hökuməti istəmirlər. Və şah da odadan da hayküyün salırlar, ha, o xallılar, bəzəyiblər, üzəyimdirlər. Ona demək deyirlər, ha, bəzək-düzək burada, xaric burada, Amerikaya getmək burada, yeni daş gələcək, belə-belə də nostaljik bilir. Amma məsələ buradadır. Gələk görək, bu ortada bir dənə nəhəng var. İndi bunu mən Əjdər Tağızadə deyəndə, deyirlər də, xeyr, elə deyir. Azərbaycanın güneyində bir dənə milli hərəkat vardı və vardı. Dünən görmüşəm biri də bu güneylilərdən, bu Azərbaycanlılar qaçıb gediblər Farsların qulluğunda oturublar Londrada. Orada onların çəhçəhi ilə oxuyur. Hamısı da demək ki, bir-birindən murdar, hamısı satqın, farsçı filan qatışıq, özləri də bilir. Qaçıblar orada, biz də gəlmişik filan, deyirsən gəlibsən. Və Bakıya birisi intervyu verir bu qəzetlərin birində, ad çəkmirəm. Ha, İran adlanan yer dağılır, hərəkat yaşayır. Dən görə ki, hərəkat nədir? Bəs orada gedibsən dilini tuturub əlkən olmuş, səsin çıxmadı. Səsin çıxmadıca hərəkat var, millət var, türk var. Nə oldu sizə? Bakıya gələndə onda keçib deyirsin, mənim böyük qaşım var da. Bizim bəzi o komitələrin pullarını alıb yeyəndə gedirsiniz şirini, badını gətirirsiniz, moridini gətirirsiniz. O da hamısı gediblər, Əlahəzrətin qıçını yalayırlar. Bütün torpaqlığı istəyirlər, İran istəyirlər. Və nə oldu? 2 ildir burada sal oynasın, vur partlasını eləmişdir. Şuşada Ərəq-i Nabi Məhəmmədi tutarağını vuranda halı saz olurdu. Hani Azərbaycan bayrağı? Hani bu millətində adın çəkindəydi? Köhnə oynaşlarınız, köhnə komünist oynaşlarınızı görəndə ki, bu rejimin axıra kimin xidmətində idilər. Gedib Londrada, həmin Londrada Tehran səfircinin qabağında növbəyə dururdular. İran adlanan yerdə rejimin seçkilərində iştirak edirdilər. Filmləri də qalıb. İndi gedirsə onlardan İranların kongresi 2 gündür. Sal oynasın, qiyamətdir. Bir yandan şahçılar sal oynasın, qiyamətdir. Biri dəsi gedir ora, biri dəsi qaçır bura gəlir. Amma o millət yerindədir. Milli hərəkat dediyi gün nədir? Azərbaycanın güneyinin istiqlalıdır. Bu millət döyüşüb, ədalət olubsun. Heç olmasa adamlar. Kim deyir bunu? O millət ki, bugün oradadır. O millət söz demir abi. Kim deyir onu? Hövsələz olsun, hövsələz olsun. Bu günləri, hansı millət ələm bu günləri Tehranda söldü? Bağışlayın üzrə İran adlanan. Bəluç söldədirmi? Ərəb söldədirmi? Tehranda hətta Farsi olan içində rejim istəyir, söldədirmi? Təzə vırıb qırıbdır. Qırmini qırıbdır. Çoxu deyil Azərbaycan, o qızlara baxın, deyir, bu bizimkidir ki. Və onların səsi bir yerdən çıxır, istəmirəm bu köhnə söhbətə qaydam. Onların televizyonları, satelitlər hamısı yayılır. Telefonlar kəsilib, ondan sonra hər şey kəsilib, amma onlar nə qayırır? O televizyonun özünün qoyduğu o zatlarla yazırlar bir-birindən, o da yayır qəşəng, gecə gündür. Şeypuru piləyirlər. Və demək ki, hamını da neylə? Falşivini, cəhli bir şeylər düzəldirlər. Səs qoyurlar, ay çıxıb cəmaat mitingə, hamısı şah-şah deyirsən, deyən görə. Yox, şah demirlər. Dayan. Biz İranın sahibi deyirlər, mən dinləyirəm onları. Eləsi də var. Eləsi də var. Amma onlar nə qayırlar? O cür ki, qoyurlar üstünə deyəsən, bunların hamısı, bu demək ki, bu nə deyəsən, bu təzə tapılan bu sistemlərlə qoyurlar. Hamı da bilir. Özləri də çıxırlar, orada bilən adamlar qoyurlar, qardaş. 400% bu cəhlidir, falşivnidir, cəl deyiliblər, belə deyil. Ya demək ki, BBC 100%, İran International 4%. Amma məsələ budur ki, bu günləri bunu Amerika da bilir, İsrail də bilir. Deyir ki, hey millətlər, hələ çıxmayın. Hələ çıxmayıblar. Dənə bir yerdə nəmayə o bəsizlərdən öldürürlər, soyundururlar, elə az-az yerdə. Ay bir yerdə 2 dənə güllə atırar, deyəsən, bu rejim bilir. Rejim gedib Həşədir Şəhəbini, dünənləri, İsrail gün Bəsrədən belə o maşınlarla, tekablarla gətirir. Ən azı demək ki, neçə yüz maşın doldurub, İraq bayrağı ilə gəlirlər dolublar. Demək ki, hara? Əl-Əhvaza dolublar. Orada Abadanda, ondan sonra Əhvazda, o yerlərdə yerləşiblər. Orada da hamı qorxur, ədə bunları nəyə gətirdi? Elə Fatih Milyon, Hüseyin Milyon belə. Rejim də qabaq demişdi, heç kəs qulaq asmırdı. Mallalar deyirdilər ki, bax gətirərik, sizi qırdırarıq. Özü qırmağı bəs görmüş 2012 savaş 13-də də elədi. İndi gedib demək ki, Həşədil Şəbidən, ondan Şətayibdən yığıb İraqdan doldurub gətirir. Amma bir şey də var. O yandan da Amerikada rəhm elənir. İraqda vurur, Musələ kimi vurur, deyir qoymayacağım, hər yandan çıxdınız vuracağım və təmizləyəcəyəm. Suriyədə də, İraqda da, o da Livan gedir. Livanın, Beyrutun ortasına kimi gedir, hamısı bu, neyinə, kim qabağını alacaq? Ərəb ölkələri. Ərəblər göstərdilər ki, ən azı bu 50 ildə o Barlo duvarı yıxılandan sonra Hüsnü Mübarək, ondan sonra filan yıxılandan sonra ondan bir yana kimsəyə nə bir güllə atacaqlar. Yasir Ərəfatın əlində qalmışlar, gəldi. Hesab. İndi də böyük yalvarırlar, necə yalvardılar ki, Netanyahu'ya, Amerika'ya, Netanyahu'ya yalvardılar. Bu Hamasın axırına çıx. Mən getdim demək ki, Filadelfiyanı bağladım, Misrə gəldim.
öz axırına çıxdılar. Ona görə də bu günləri də yalan deyir ki, Məhəmməd ibn Səlman durub deyir ki, Amerikaya, Trumpa, bunları qoyma, qutarmamış getmə. Getsən əgər bura, Amerika qutarmamış getsə, Trump özü Amerikaya qayıtməlidir. Nələr olacaq, özü bilir nələr olacaq. Ona görə ay Megadi, ay filan filan. Amma getsə qutarmamış İran adlanan yerdə bu terörist dəstələr ki, indi öz televizyonlarından and içədir, qoy getsin bu Trump görün sizə millətlərə deyir. Televizyondan, rəsmi televizyondan barmağı deyir, görün sizin başına nə gedirəcək. Və hazırlıq görürlər, gətirir, yerləşdirir, ta bu geçsəyin, yəni bu günləri demək ki, sokaqlarda, küçələrdə qorxub, gedib girir körpülərin altına, gedib girir məscidlərin içinə, imamzadaların içinə. Bunu da nədən qorxurlar? Bunlar belə, nə deyirsə, niyə can atırlar ki, gizlin gedirlər can? Və ya zat dönəmində, demək ki, o Rəfsəncani dönəmində, prezident dönəmində, gedib danışmırdılar Oliver Snow dönəmində. Ağ evin arxa qapısından gedib danışmırdılar və silah da alırdılar, İsraildən da alırdılar. İndi də bu Amerikada saçın başın yolu, bunlar gəlib bizdən, niyə? Dənəbir deyilər məndən danış, o deyir məndən danış. İndi bu ortada, refriqata atmıyorum, bu ortada, quş qondurmazda deməyəm, ürəyivə dəyər. O adam dedi, mən də varam, mən prezidentəm, məndən danışsınlar. Onlar deyir, sən deyirsən. Əjdər bəy məni qatı pezeşkiyançı elan edib, mənə o quş qondurmaz ona deyir, amma pezeşkiyan, biz dünən Əjdər bəy, Paşa Həsənli ilə burada bir müzakirə elədik, yaxşı müzakirə idi. O dedi ki, əslində Azərbaycan məsələsi İranda nə qədər həlledici faktor olduğunu, elə Pezeşkiyanın həm müharibə vaxtı davranışları, həm ümumiyyətlə onun prezident seçilməsi prosesi izah edib. Yəni, farslar nə zaman ki, dövləti saxlaya bilmirlər, regional proseslərdə, qlobal proseslərdə uduzurlar, Türk faktorunu verirlər irəli və Türk faktoru faktiki olaraq İranı xilas edir. Bunu inkar eləyək, gəlin eləməyək. Bu belədir. Düzdürmü? İranın genəli üçün... Sizi demirəm, deyim. Orada mən ağa ayırırsan. Türksən... Əjdər bəy, emosional yox. Emosional deyir. Oradan ağa ayırırsan. Mən Pezeşkiyandan danışmıram. Mən Türk faktorundan danışıram ki, Türk faktoru bugün İranın genəlinin tamamilə təhlükəsizliyinə qarantiya verəcək vəziyyətdədir. Xeyr, niyə qarantini türklər versin? Niyə Azərbaycanlılar versin? Bax, yaxşı, rejim içərisindəki türklər necə, nə inəyəcəklər? Xanım əfəndi, qulaq asın. Bax, biz hər birimiz bilirik ki, rejim mənsubları içərisində, çünki burada 5-ci kolon Rusiyanın adamları var, orada da farslara xidmət edən, nə qədər istəyirsin, Çingiz Yıldırım var, Ayna Sultanova var, nə bilim, Qəzənfər Musabəyev var, hələ nə bilirik, bəlkə onların da nəvə nəticəsi bu Rasim Musabəyev kimi günün birində hələ İran parlamentində. Yəni, işğaldan qutarmaq sıradan bir məsələ deyil. Biz 100 ildir bu işğaldan qutarmaq istəyirik, hələ indiyə gəlib çıxmışıq. Məsələ burasındadır ki, bax, bu gərgin proses ki gedir, bu prosesdə biz əgər baş verənləri öz istədiyimiz kimi qələmə versək, doğruları inkar eləsək, yerdəki vətəndaşın dediyini deyil, kənardakı müzakirələri gətirib mərkəzə qoysaq, yanlış yerə gedəcəyik. İran içərisində, hakimiyyət içərisində də nə qədər əslən Türk, amma Fars molla rejiminə xidmət edən insanlar var. Mən soruşuram, onlar necə rəftar eləyəcəklər? Bax, rejim çökür. Onlar hara keçəcək? Keçəcəklər xalqın tərəfinə. Özünüz dediniz, o demək ki, Azərbaycan 30 ildən çoxdur, dövləti bərpa edir. Bir ənənəsi də vardı, dövləti vardı və bir formal da dövləti vardı. Bir türlü bir Azərbaycansılıq. Konkret sual verirəm. Həmin insanlar keçəcəklər millətin tərəfinə. Xeyr, elə deyil. Bax, ora dağılanda onların çoxu keçəcəklər o xalaoğlu, bibioğlu, qan zatları var, evlilik, bibioğlu yanına, xalq mücahidlərinin yanına. Bir iddəsi nostalji keçəcəklər şahçıların yanına. Qalan qulanı başlayacaqlar. Yəni bizdəki kommunistlər bizim millətimizi necə hər zaman təzyiq altında saxlamaq istəyirdi, onlar da eyni cür rəftar edəcək. Bilirsən nə var? Bir şeyi xahiş edirəm. Xahiş edirəm, bir şey qalın. Bunlar İranın bütövlüyünü istəyirlər hamısı. Və Azərbaycana deyirlər, sən sus, əgər səsin varsa burada qoyuruq, burada fırlanasan, İran denən. O diyor Pezeşkiyanda İran deyir. Əsas məsələ budur, İran dedin, utuzdun. Dava onun üstə gedir. Hamımız gəlin İranı qutaraq, dedin, nəzir qutaraq. Bu rejimdən qalan qulanla canlı oradan çıxsınlar. Hamımız birləşin, həmi bərayır. Görürsən, yalan rejimin qalıntıları İran deyir hamısı. Dünənə kimi Xumeyni deydi ki... Onlar deməlidir də, onlar o rejimin mənsubları nə deməlidir ki? Onu da deyil, hələ çox üzr istəyəm, bunu şəxsi müstəviyə çəkmək istəmirəm. 30 il bundan, 40 il bundan qabaq mən hələ onda demək ki, hələ Sovet dağılmamışdı. Mən deydim, siz mücahidlər, siz İransız kommunistlər,
və siz demək ki, o şahçılar hamınız bir nöqtədə barışacaqsınız. O da Türkiyə tamamiyyəti ərizə idi. O da İranı saxlamaqdır, İranın bütövlüyünü saxlamaqdır. Bu bizə baha gəlibdir. Bu türklərin evini yıxıb, türkü məhv eləyib, biz İran adlanan yer qəbul etmirik. Azərbaycan var və Azərbaycanın ardıcıl bütövlüyü var. Axı, Əjdər bəy, özünüz deyirsiniz ki, 25-ci ildə bizim hakimiyyətimiz qəsb olunub. Bəli. Hansı hakimiyyətimiz qəsb olunub? Qacarlar, deyilmi? Qacarlar necə devrilir? Bunu dəvələrlə siz burada danışmışsınız. Qacarlar Güney Azərbaycanın sahibi idilər, yoxsa İran genəlinin sahibi idilər? İranın genəlinin sahibi idilər və demək ki, biz demədik ki, Qacar, amma orada bir dövlət oğurlanıbdır. Orada bir çevriliş olubdur. Bunu da bu günləri İngiltərənin də, Amerikanın, bu günləri də tarix budur. Demək ki, orada çevrilişə, demək o Rızıya deyirlər, Rızıya da hələ. Quldurun biləydi. Elə sən nəcür şah oldun axı? Özü deyir ki, demək ki, zıqqa düşmüşdü sokağa, götüm oyunun başına. Elə deyil. Orada İngiltərə var, orada demək ki, hələ o zaman Amerika ilə ayağı açılmamışdı bu məsələlərdə. Ona görə də orada gəldilər, bu dövləti çaldılar, səbəbləri də var idi. Neft hələ o illərdə yavaş-yavaş siyasi faktora çevrilirdi. Yəni, hələ heç tam da Əhməd çevrilməmişdi. Şahı demokrat padişahıdır, cavanıdır, gəlmişdi. Qafa işləmirdi də, niyə qəbul edəmirsiniz? Atatürk adam yolda, gəlin dövləti verim də, it günündədirlər. Mən də yox, mən xarici qüvvəni, nə xarici qüvvə ki? Atatürk edir ki, qızıl verir Rızıya, gəbə belə qızılı, o dənə zərrəyəni ver mənə, Allahdır alır da. Sonra da götürüb yazırdılar ki, Atatürk aparmışdı Rızanı ora, bu farslarınca. Orada qızda da tarif eləyir, sən öləsən. Atatürk belə aldı ki, o sədərək bizdə şimdi var ya onu pulunla, qızılla alıbdır. Ona görə də o günləri Qacarın Qacar. Qacar əlbəttə Pəhləvi rejimindən, Pəhləvi sülaləsindən qat-qat başda boyunu artıq edir. Türk dövləti idi, amma səhv eləyirlər. Bir cümlə deyim, Məhəmməd Əli Şahın boynu qırılsın. Durur, demək ki, Eyni Doğulanın qoşunu göndərir, çoxu Fars. Yollayır Təbrizin üstünə. Təbrizə qoşun göndərir, öz ayağını kəsir. Məhəmməd Əli, bu tarixdə nə deyirsin, bu huliyazat deyir. Deyirsən, sən niyə Təbrizə qoşun göndərdin, Allah evi yıxsın. Orada bir nəfər bunun əlaltısı var, hamı da bilir. Hələ o da üstünə getmirlər, çünki bədnamdır. Şücanizam var, çox adam öldürüb, çox türk öldürüb. Gətirib Təbrizin ortasına, bu nə deyirsiniz, tanzat qoyub, top qoyub. Cəmaat elə topun adından, kölgəsindən qorxurdular. Topdur ya bu, nədir? Amma həmin şücanizam ki, hamı ona nifrət eləyir, Azərbaycanları qırırdı, orada filan. Bir dənə söz deyim, məktubu qalıb. Türklər, Allah hepsi yıxsın. Bu fırsındır ki vardı, bu fırtana ki var. Türklərdən dövləti alıb farslara verirlər. Siz bilmirsiniz, dövləti alırlar, verirlər farslara. Özü eybəcərdir, özü cinayətkardır. Amma onu düşünür ki, bu dövləti alırlar və o zaman götürüb sən geniş baxanda burada bir oğurluq baş verib. Və bugünkü zibil də İran adlanan yerdə. Sonra nə qayırlar? Azərbaycan parçalanmışdı. Pay və nə deyirsən, Piko, Sykes-Picot var. Gəlirlər o Fransasına, otururlar, çəkirlər. Bəluçistanı da, Əlahvazı da filan da. Sonra nə edirlər? Gətirirlər Rıza Qulduru, hamısını millətləri vurur Azərbaycan başlı olmaqla yenidən. Yerindən yeksan eləyirlər, hamısını. Və bu gün də onun zibilidir də elə. Niyə bu İran adlanan yerdə demək bir şey, hər şey belə bir şey öz yerini almır? Və bu günləri də deyirlər ki, dəbərtməyin. Trump da qayıdır Netanyahu deyir ki, o Seydəlini öldürmə. Axır dəqiqəsidir. Deyir, öldürmə onu. Dağlar, İran dağlar qabağını ala bilmərik. Niyə? O Liviya düzəlib. Yox, hər kəs özündə, hərə bölüb deyərlərin payı. O Suriya, o da baxa görünəz. Və bu da İraq, o da Ərbil. 400 tək kürt durub orada, özlərinə demək ki, dövlət də yaradıblar bu günlərdə filan. Minlərcə də silahlısı da yerində hər nə. Sözüm onda yox. Bu günləri İran adlanan yerdə parçalanmış millətlər var. Buraya elə həmin o quşqondurmaz da Pezeşiyan da deyir, ay 5 yerə bölünəcək. Amma çoxdan deyirlər, yox 10 yerə bölünəcək. Və bunun da məsələsində başındadır. Milli hərəkat deyiləndə Azərbaycanda, yəni nə? Azərbaycanın güneyinin tam bağımsızlığıdır. Yəni bunları, bu işğal olunmuş Azərbaycandan çıxartmaq. İndi farslar çıxıb deyir ki, yox, işğal olunmuş mollanın tərəfindən. Deyirsən, yox, o mollanın tərəfindən yox. Elə mallası ilə, şahçısı ilə, irticası, fars dövlətçiliyi Azərbaycanı işğal edibdir. Bu mollaçılıq da sizin demək ki, öyrətdiyiniz bir rejimdir. Sizin sandığınızdan çıxıbdır bu. İndi Azərbaycanda və İran adlanan yerdə. Bir dənə o məhsa, bir dənə o qızın məsələsi çıxdı və ondan qabaqda o yaşillərdə də. Niyə demək ki, Xameneyi birdən-birə öz qohumu, öz qardaşı, öz famili Mir Hüseynə dedi, bura bax, yer ged otu öldürərəm səni. Hələ də zindanda deyil Mir Hüseyn. Az qalmışdı ölə deyil, oranı partladan da, gedə də. Elə də oradadır, pasporda zindandadır orada.
Niyə? Çünki niyə Mirəsən Biyaza çəkəndə töküldü, hamı açıq sadralar getdi, xanımlar hərəkat girdi və bu məhsa məsələsi deyiləndə də hamı töküldü, sadrasız, qızlar filan və sonuncu bu 12 gündən, bu 2 ay bundan qabaq da İran adlanan yerdə biz Türk olaraq, biz də millətimiz onu eləyik. Bizim millətimiz bu gəlib Azərbaycanda bizim dövlət başçısının ağzından çıxır. Erdoğanın gözünə baxa-baxa, Üzbəkistanda deyim, mən sekularçılığı davam etdirəcəm. O qədər də mən bunu Bakıda bu televizyonlardan demişəm, ağzıma deyir, nə deyə, bu yaltaqlığın zat. Niyə? Çünki o Azərbaycanın güneyində də, bu Azərbaycanın quzeyində də dünyəviçilik, sekularçılığı, indi Kürd də çıxıb deyir, mən sekularçılığı gətirirəm sizə. Fars da çıxıb, mən sekularçılıq gətirirəm sizə. Xalq mücahid də çıxıb, sadrası buradan gedib Amerikada yaşayıb, düzəlmir belə terroristi, biz də sizə sekularçılıq, dünyəviçilik gətiririk. Azərbaycanın güneyində də İran adlanan yerdə başqa millətlər necə dindən qaçır, dilmən, yəni o inancı var, müsəlman, gedib ateist olmayacaq, bitib. O bitibdir. O bitibdir. Qutarıb, ayla Lenin təzdən xoşlayacaq. Ay Marksi gələcək, filan eləyəcək, elə deyil. Dünyəviçilik, ondan sonra filan. Yəni Azərbaycanın güneyində də bayaq söylədim mən. O sırıq xanımlar İran adlanan yerdə, görürsən o qızları gördünüzsə, bu 2 ay bundan qabaq, hamısı bəzəklə oynayırlar, sadra. Azərbaycanın güneyində də insanlar görürsə o futbol meydanlarında bəzəyib Azərbaycan bayrağı çəkib, ondan deyirsən ki, bizim uşaqlar da hamısı modern həyat istəyir, yaşamaq istəyir, gəlişmək istəyir. Ondan sonra demək ki, dinin, məzhəbin, dövlətdən ayrılmasını istəyir. Azərbaycanlılar bunun banisidirlər. Əməli bu Azərbaycanlılar gətiriblər, qoyublar. İndi istəyirlər malı mala qatalar. Deyib, siz istəmirsiniz azadlıq istəyirsiniz, bu da gəlir İrandan istəyirlər. Gətirməz o, sən təzədən aparırsan bizim başımızı, zibilə soğasan. Azərbaycanlılar onda, Azərbaycanlılar. Sən niyə sən bilirsən ki, Azərbaycanın quzeyində, Cumhuriyyətdə bir şey laboratoriyyadan keçibdir. Sən bir şey dənəyibsən. 100 ildə gördün ki, o Cumhuriyyəti qurdun, aradan apara bilmədilər. O boyda Rusiya nəhəng. Və bu Cumhuriyyət yenidən bərpa olub, sənin bu balaca tükü onu bərpa edib. Sən demək ki, dənəyibsən. Sən Azərbaycanın güneyində nədən qorxursan? Cələhcəli olub, cələhcəli olub, dağılıb gedir. Heç bir yandan da bir dənə sağlam bir şey yox. İrtica, adam yiyən, terörist, bir-birini qıran və bu günlərdə hamısı ki, mənimki yəni, hərə daraşıblar leşə. Amerikada deyək, ay bərəkanlar, daraşıb leşə, onda mən də bilərəm, o öz siyasəti yürədəcək, öz məsələsi var. Bizim amma Azərbaycanda. Deyirsən, bu Azərbaycandan niyə söhbət getmir? Niyə qoymurlar Azərbaycanın səsi çıxsın? Niyə mediadan qoymurlar səsi çıxa? Niyə belədir? Deyirəm, qorxu buradandır. Qorxu buradandır. Qorxu buradandır ki, burada bu hərəkat, bu dəfə ki, bunlar day dağılıb, day əli qanını gələ bilməyəcək. Gəlsə Tehrandan vuracaq bu Türk, gəlsə o əmyandan baş qaldıracaq və hətta belədir ki, bu Farsı sıxnaşdırıb tökəcək o tərəfə, deyəcək get. Oradan ərəb vuracaq, o yandan bəluç vuracaq, bir yandan türkmən vuracaq, ona görə bunu bilirlər. Əjdər bəy, baxın, siz dediniz ki, Azərbaycanın kiçik bir hissəsi 100 il bunu dəniyib. Bəli, Azərbaycanın Quzeyi Rusiyanın əyaləti olmaqdan çıxdı, 18-ci ildə Cumhuriyyətini elan elədi. Amma burada bir neft faktoru var. Bunu unutmayaq ki, Bakı nefti o zaman da mərkəzdə idi, o zaman da onun bölüşdürülməsi uğrunda savaş idi, İngilislərin bir planı vardı, Rusların bir planı var idi. Axırda biz Rəsulzadə rəhbərliyində Milli Şura, Allah bütün üzvlərinə rəhmət eləsin, bizə dövlət quran babalarımıza, onlar dünyaya 9-cu il Paris Sülh Konfransında bunu qəbul etdirdilər. Azərbaycanın güneyi üçün bu faktor nə ola bilər? Çünki biz bilirik ki, İranın o zəngin İran dediyimiz təbii sərvətlərin ciddi bir hissəsi bizdə deyil, bizim ərazimizdə deyil, eyni zamanda Körfəz fərqli bir ərazidədir. Yəni İranın o mahiyyətcə təbii zənginliklərinin Azərbaycan ərazisində olmaması bizim milli davamıza ziyandır, yoxsa yox? Xeyr, vardır. Bu günləri dava dünyada nədir? Çinin demək ki, Azərbaycandan və İran adlanan yerdən taladığı apardı nədir? Litiyumdur, qızıldır, mis paxırdır. Ondan sonra və bu günləri Azərbaycanın güneyində, bu bizim Şərqi Əlov var dənizdə. Bizim demək ki, üzü yaşağa geçsən haradır? Azərbaycanın güneyinin payıdır. Və demək ki, illərdir bu söhbəti gedir Xəzər məsələsində. Tehran rejimi deyir ki, mənim 11% orada var, dedim 11%. Sən o bir şüayəndə var, 5% çətin. Onu da hələ də qəbul olunmur. Demək ki, keçən həftə içində İsrail də gəldi, Həsən Rud şah dönəmindən orada olanı demək yalandan özlərindən düzəlmişlər, Ruslar da qoymurdu. Ay gəmimiz vuran, gəldi hamısını vurdu, oradan füzə fırladırdılar. Ənzəlini də vurdu, hamısını və bu günlərdə demək ki, o zatdan tamamilə vurub. Deyirsən ki, niyə buranı vurur? Deyirsən, niyə buranı vurur? Deyirsən, bunların başqa projeləri var, bu cürəsinə deyir. Ərdəbili vurur, Biləsuvarı vurur, belə gəlir, deyirsən, nədir?
Və bu Tehran rejiminin də və sonra da bunlar da bilir burada. Tehran rejiminə deyən yoxdur ki, sən gəlibsən Muğanda o tünellərin altını Allah yar, zeyvə, salavat, ondan sonra üzü aşağı nədir o tünellər düzəldib sizin doldurubsan o cavan bizim uşaqlarla bəsiz ilə. Burada nə eləmək istəyirdim? Birinci Azərbaycana qarşı. İndi də bu da gəlir, vurur o tünellərin başını kəsib. O insanlar qalıb orada qırılır. Məsələ buradadır. Bu günləri Azərbaycan faktorunu, Güney faktorunu, bunu Amerikada dərindən bilir. Bunu İsrail də bilir, bunu bölgədə hamısı bilir. Bir dənə bir şey var. Məsələ budur, siz müsəlman olaraq qalırız orada, şiə olaraq qalırız. Ey qardaş, nə şiəsilik, nə qədər baş yaracağım, nə qədər zəncir vuracağım, nə qədər demək ki, çıxacağım, demək ki, Nuhu oxuyacağım. Elə bəsdir də. İndi sən gedirsən Türkiyədə televizyona bir dənə dəli bambılını aparıbsan, oradan çıxırır. Heydər, Heydər, İslam qoşunu gələcək. Türkiyədə bir də, nə qəşəng oxuyur. Günün zadıdır, modelidir, bu dəlidir. İndi o da görürsən də axırda biri tapılıb o CNN-də. Mən sualıma cavab verməzsə, Əjdər bəy, mən deyirəm ki, baxın, Güney Azərbaycanın güneyinin müstəqilliyini beynəlxalq məkana çıxartmağın çəkiciliyini necə yaratmaq olar? Baxın, Əbülfəz Elçibəyin bir sözü var. Deyir ki, əgər yəni körfəzsiz, hələ onda bizim demək ki, öz yetərli olmayan devlətin və alternativdə İranın genelinə sahib olmağının müqayisəsini götürəndə İran içərisindəkilər siz istəsəz də belədir, istəməsəz də deyirlər ki, biz bütövünə siz savadlı adamsınız, coğrafını da bilirsiniz. Tehran rejiminin nefti var, ərəbindir. Ərəb də deyir, verməyəcəyəm, silahlıdır. Və bu havadis ki, getdi ya, ərəbləri demək ki, rejim bilə-bilə, ağılsızlığından itələdi hamısı, həm Trumpın qucağına. Demək ki, 3 həftə bundan qabaq hara, indi hara? İndi ərəblər deyir ki, bizim ağsaqqalımızsınız, ondan sonra pul da verərik, amma vır da, qaydı şiyor yoxdur oradan. Və ərəbdə olan o hərəkatı, hamısını demək ki, Misir dəstəkləyir, ərəblər dəstəkləyir. Gedin, baxın da, bizdə siyasi təşkilat olaraq bunlarla qədimdən dostluğumuz var, indi də baxıb görür ki, vəz durumdur. Silahları da var, dəfələrlə orada göstəriblər. Əjdər bəy, ərəblərin deyəndə İran içərisindəki ərəblərin yaşadığı bölgəyə nəzər tutur. Bəli, Əl-Əhvaz ərəblər. İndi nədir? Neft onundur. Biz də çıxışlarda deyirik, ey ərəb, ben bunu 30 ildir deyirəm, dostluq, qardaşıq, deyirəm ki, ey qardaş, ey ərəb, ya axı, öz neftinə sahib çıx, öz malına sahib çıx, xarşa gedən, kişə gedən, geçmə gedən neft səninkilərdir, borular da səndən keçir, verməyəcəklər. İndi orada ay Tehran rejimi gedir, bəxtiyarları orası oxur, ondan filan, o da tutmur, çoxunluğu onlar təşkil edir. Şeyx Xəzəl dövlətini siz salıbsınız, dövlət var idi orada da. Ona görə də Azərbaycanın güneyində o imkanatlar, o resurslar, o imkanatlar o qədər çoxdur ki, Azərbaycan, bəy onu yadımdan qaçırtdırdılar. Əbülfəz Elçibəyin bir sözü var, o vaxt hələ nefti bizdə yox, qoymurdular. Bir dənə oyun vardı, erməni bir yandan, deyildi bizi əgər buraxsalar, elə biz transit haqqı alsaq, gəlib bu Türkiyədən keçək, Türkiyədən, elə bizi məsələ qoysalar əgər. Müsəddiq də, Məhəmməd Müsəddiq, eşidirsiniz, deyildi ya, bu neft olmasaydı canımız qutarardı, bizdən çəkməyəcəklər bunlar. Ona görə də bu günlər yaxşı, kimsə nəzir kullanır. Norvegiya, o qutaran növrə pulu, qocası da yeyir, cavanı da yeyir, qutarmır filan eləyir. Ona görə də Azərbaycanın güneyində nəzir oldu, bunun qızılı yalandır, bunun baxırı yalandır, bunun demək ki, gölü qurutduz, göldən ki, sin daşıyır, yalandır. Ondan sonra bunu demək ki, başqa, bu günləri dünya baxında gəlişmiş ölkələrə, Amerikasından tutmuş, hamısında Türkiyədə də. Bu günləri demək ki, o təsərrüfat zatları, ay demək ki, o insanlar ki, məşğul olur bu işinə, Azərbaycanın güneyi toprağı da, ondan sonra Muğanı götürürsən, imkanları o qədər genişdir. İran adlanan yerin qalanı nədir? Səhralıq. Səhralıq, sən ged ək görüb nə əkəcəksən? Bəluçistanda əklə, üzü bir yana, Şirmanda əklə. İndi deyiləri Makrana tərəf daşınarıq ondan filan. Gedək, get Kəviri Lodda, Kəviri Şəhdadda, Xorasanın əşağasından ək də, biraz bir yandadır, bir yandan da mağazılar. Hələ ciləhlər ki, özləri bu Farsla demək ki, qaynaq olardı, biz də savaşı və dəfələrlə bunlara qarşı. Yəni, ara qarışacaq, məsələ bitəcək. Amma söhbət budur ki, buradakı biz ona doğru yaxınlaşırıq. Yəni biz, məsələ budur, İran adlanan yerdə Sayın xanım, İran adlanan yerdə biz o partlayış nöqtəsinə yaxınlaşırıq. Bunu deyən bu günləri Netanyahu da dedi, NATO dedi, gəlib bir yerə yetişmiş, əsas nöqtəyə yaxınlaşırıq. Bunu Trump da dedi, əsas nöqtəyə yaxınlaşırıq. Hamı da bunu demək ki, Çindən də deyən, Avustraliyada da deyənlər, deyirlər, əsas bir iş var ki, onu millətlər özü görəcək. Millətlər özü görəcək, onda biz durub demək ki, qiymət verə bilərik ki, aya Azərbaycanlılar öz ödəvlərini yerinə yetirdi ya yox. Amma Azərbaycanlıların alnı yazıqdır, 30 ildir savaşıb, zindanları doludur.
Və o iddia kimsə nə deyirsə desin, elə qoy buna görə məni qınasınlar, pis də desinlər, hər nə desinlər. Azərbaycanlıların alnı açıqdır. Bu 40 ilin içində, bu 30 ilin içində savaşıb, döyüşüb. Xomeyni gələn gündən döyüşüb. Dar ağacları Xomeyni gələn gündən Təbrizdə bərpa olundu. Bənisər getdi, 21 nəfəri orada asdı. Təbrizə ayaqda idi. 20 gün şəhər millətin əlində idi Təbrizdə. Ondan da bəri bu millət savaşıbdır, döyüşübdür. Gölünə görə, meşəsinə görə, paxırına görə, zəlzələdə, o hər şeylə döyüşüb bu millət. Və bir şey vardı. Bütün Azərbaycan deyəndə biri də bir gün xor baxır, belə də bağırır. O ruh ki daşınır, o bütün Azərbaycan iddiası. Sən mənim paramsan, mən sənin paranam. Nə qədər də göyə də gedələr, yerin altına da gedələr. Bu iddia bu millətin canına hopubdur. Bu millət bilir. Bu millət bu günləri bilir başına nə gəlibdir və kim gətirib bunun başına bu oyunları. Bu günlərdə bu fürsət əl verib. Tarixi bir fürsətdir. Əgər bu fürsət əldən qaçsa, yenidən bunlar yapılansalar, ona görə ki, demək ki, Amerikalılar da qabaqda biz görüşəndə də deyirdilər ki, 3 il, xanım, 3 il, deyirdilər fürsət verin, 3 il gəlin siz orada bir mandat verəyin, ondan sonra orada bir dənə demək ki, formal bir dövlət kimi bir şey olsun, 3 il gözləyin, 3 il, bütün çevrilişlərdə, həmləməşədə generallar gəlirdi, 6 aydan sonra duracağım, 1 ildən sonra duracağım, o Amerikalılar da deyirdilər ki, İran adlanan yer dağılacaq, ki sözləri də düz çıxdı, biz də deyirik dağılacaq. Deyirdi 3 il amma siz oturun Azərbaycanda, bir dənə formal bir şeyiniz olsun, ondan sonra baxarıq. Ondan sonra aman verməyəcəklər. Siz baxın külli Avropaya, külli Amerikaya, görün bu şahsılar deyilən adam yiyənlərdilər. O xalq mücahidlər deyilən adam yiyənlərdir bunlar, İran adlanan yeri istəyirlər. Və bunların qalıntıları rejimin adam yiyənlərdir bunlar, anti-türkdülər. Sənin taleyin bağlıdır Azərbaycana. Biz də külli bu hər nə düşür, hər nə havadis baş verir. Birinci növbədə Təbrizdən baxırıq, o prizmadan baxırıq, o mənafeydən baxırıq və bir də Bakıdan baxırıq, əsas dövlətdir. Bu günləri Azərbaycanın bir dövləti var, nə desələr desinlər. Dövlət gücü başqadır, bizim yoxumuzu deyişmək, dayaq yoxudur. İlham Əliyev də, prezident də çıxıb deyir ki, 50 milyonun o güneyin demək ki, o millətin dayağı bizik. Deyirsə, deyirlərə bir sözlə dedi də, deyirsə, xeyr, bunun sabahı da vardı. Siz elə bilirsiniz, məndən də qəşəng bilirsiniz. Buna da bilirəm ki, siz millətçi olaraq qəbul edibsiniz. Bu millətə baxırsınız, ay Sumqayıtda, ay Gəncədə, ay Qazaxda, ay Toğuzda, ay demək ki, Qaxda, ay millət sakit oturub, elə deyil. Durun, çıxın Respublikaya baxın, hər yana gedirsən, oturacaqın, hamı başlayırsa, hər şeydən xəbəri var millətin. Hər şeydən qabaq. Keçən həftə dağda idim, dağda. Ay başı bu cəmaat yox, xanımlar, kişilər, hamısı deyir, oturayım, bir dənə çay içəyin. Nə oldu elə, bizi gördünüz, gördüm yox, hamısı bilir. Qəşəng də bilirlər. Dünya çox silibdir. Və bu günləri hadisələr, o iddianı da Fars gəldi, dağıtdı, bir də burada yola salıb, elə deyir. Elə deyir, bu millətin ruhuna hopubdur, bu millət isə azad ola, Azərbaycanın güneyindədir. Azad ola, demokrasi ola, dövlət ola, parlament ola, seçki ola, sekularsılıq ola, azad qadın ola, azad insan ola və Avropa kimində, dünya kimində sandıq başına gedə, bilə səsini kimə verir, kimə səs verir və dünya dövlət nədir, cümhuriyyət nədir? Cümhuriyyət sən mənə gətirəcəksən, kim gətirəcək, hansı cümhuriyyətdən danışırsınız? Harada gətiribsiniz? İran adlanan yerdə cümhuriyyət olub, məndə olub. Biz gətirmişik, bir növrəsini də qoymuşuq, bir də cümhuriyyət var. Vardı bu günləri də. Ona görə də bu günləri Azərbaycanın güneyindədir. Yox, Kürtlər gələcək, gətirəcək. Qalq, biz gəlirik da. Sən qələt eləyirsən, gəlirsən, Urumiyə gəlirik. Sən qələt eləyirsən, Soğuqbulağa gəlirik, Mahabada gəlirik. O da hazırlaşır deyirlər, şey pul çəkirlər. Hara gələcəksən? Yaratmışdılar da Mahabadda. Gücləri çatırdı, saxlayardılar. Təşəkkür edirəm Əjdər bəy. Mənə təşəkkür edirəm. Bilirsiniz nə vardı? İndi mən bilirəm, biz qan qardaşıyıq. Ona görə də bizim yolumuz bəllidir. Bu 300 milyon Türkün simgəsidir. Ona görə də bizim o güneydə də çıxıb illərdir, haqqı demək lazımdır. Çıxır o gənc qızlarımız, o bəylərimiz, o hanımlarımız illərdir deyirdi. Haray mən Türkəm. Deyirsən ki, hamısının arzusu sin olacaq. O millət özünü göstərəcək. Dubinka ilə, vurmaqla, evdə dustaq eləməklə, aparıb zindanlarda çıxıb deyirlər, liderləri sonra deyirsən ki, liderdir, o pos beylisan. Hani? O deyir, qumun yolunda bir dənə demək ki, aparıbsan orada zindanda, saxlayıbsan və başqa bəylərimizlə. Yüzlərcə salıbsan zindanda qırırsan. Deyirsən, bunlar liderlərdir də, nədir bunlar? Qoymayız qınından çıxmağa, evindən çıxmağa. Acından da qırır, əlacsız da, dərmansız da qırır. Amma bir də xaricdə göstərirlər ki, qaçırlar hər mən Azərbaycanlıyam. Deyirsən, yox. Elə Türkiyədə də, Avropada da, siz də gəlib görübsünüz, Amerikada da. Deyirsən, bəs bunlar kimdir? Azərbaycanlılardır, Azərbaycanlılar, Avustraliyada da. Hayküyə basıb, qarşı yoxuduz, yox, vardılar. Təşəkkür edirəm. Təşəkkür edirəm. Əziz dostlar, əziz seyircilər, 31 mart 2026-cı il
bizim canlı yayımımız burada başa çatır. Sabah inşallah yenə görüşərik. Sağlıqla qalın.